Hansı şirkətlə əməkdaşlıq etməyinizə baxmayaraq, ağıllıcasına pul qazanmaq üçün qeydiyyat olduğumuz təbii ki, şirkətdən biz, məhsullarımızı alaraq həm endirimdən istifadə eləmiş oluruq, həm də, biz onların bonuslarından yararlanmış oluruq. Misal üçün, mən Home Life-da, istifadə etdiyim bütün məhsulları demək olar ki, həm bonuslarından yararlandım, həm də bu cür keyfiyyətli məhsullarla tanış oldum və artıq bunlar hamısı bitib və hansı ki istifadə etdiyim məhsullar var ki, onları davamlı istifadə edirəm. Məsəl üçün Home Life şirkətindən artıq dayansam belə, artıq fəaliyyətimi Greenleaf şirkəti ilə başlamış olsam belə, yenə də istifadə etdiyim məhsullar var. Və ən birinci mən Avon şirkəti ilə əməkdaşlığa başlamışdım. Ən birinci, oradan da çox qəşəng ətirlərlə tanış oldum, spreylərlə tanış oldum. Yenə də oradan ətir mövzusunda da Avona müraciət edirəm. Pilos, Arflame-lə də Avondan sonra Arflame ilə tanış olmuşdum. Arflame-lə də əlimdə istifadə etdiyim deməli serum və gözaltı kremindən istifadə etmişdim. Çox bahalı olmasına baxmayaraq, amma mən oradan bunların sayəsində düzdür biznes qurmadım, amma yenə də hədiyyələr əldə etməyə çalışırdım. Yəni deməyim odur ki, hal-hazırda Greenleaf şirkəti ilə artıq əməkdaşam və Greenleaf şirkətinin də şampunundan istifadə etdim və bir də diş pastasından. Həqiqətən çox gözəl şampun və diş pastasıdır. Davamlı həmin şampundan və diş pastasından istifadə edəcəyimi düşünürəm. O, deməli firmanın məhsullarının hamısını istifadə etmişəm, artıq bitib və qablarını da çöpə atmağıma heç keyfim gəlmir, çünki heç nə itirməmişəm. İndi də Greenleaf şirkəti ilə əməkdaşlığa başlamışam. Baxın, çox qəşəng böyük şampunları var. Bütün saçlara gedir və belə kanister formasında 1 litrdən artıq qab şampunları, krevetka yağı, sonra uşaq şampun və duş gelləri mövcuddur. Çox qəşəngdir. Kremləri, aloe tərkibli kremlər də var ki, bunlardan da dediyim kimi hələ ki istifadə etdiyim qab şampunudur, bir də baş şampunu ilə diş pastasıdır, bir də krevetka yağıdır. İnşallah bunlardan da istifadə edib keyfiyyəti bölüşməyə çalışacağam. Yəni deməyim odur ki, hansı şirkətlə əməkdaş oluramsa olum, olmuşamsa olum, çalışdığım qədərilə mən marketlərə bu məhsullar üzündən üst tutmamışam. Həmişə öz belə deyim, qeydiyyat olduğum şirkətdən götürməyə çalışmışam. Çünki oradan mənə həm hədiyyələr, həm endirimlər, həm də bonus olaraq mənə yazılırdı deyə və bu bonuslar da maaşa çevrilirdi deyə ona görə çalışmışam ki, marketlərə üst tutmayım bu məhsullardan ötürü. İndi də Greenleaf şirkəti ilə dediyim kimi əməkdaşlığa başlamışam və məhsullarından alıram. Silinməyən ballar, hər vurduğum məhsulun balı demək olar ki, gəlir, yazılır. Pilos etdiyim qeydiyyatların da balları üst-üstə gələrək məni inşallah ki, tezliklə 44 minə gətirib çatdıraraq 1000-1500 manat arası maaşa stabil olaraq, ömürlük olaraq maaşa gətirib çatdıracaq. Amma Greenleaf şirkətinin təkcə imkanları bu deyil. Hər 2 qeydiyyatımızda biz günlük olaraq qeydiyyatımızdan da pul götürmüş oluruq. Kimlər qoşulmaq istəyirsə, kimlər qeydiyyat olmaq istəyirsə, bütün imkanlarından yararlanmaq istəyirsə, qoşulmağa, daha doğrusu qeydiyyat olmağa tələsin. Çünki şirkət Azərbaycanda yenidir və düşünün ki, 2 aydır Azərbaycanda fəaliyyət göstərən bir şirkətin artıq 1 aydır ki, mən belə deyim, əməkdaşıyam, partnyoryam. Çünki balı silinməyən şirkət çoxdan ki arzum idi. Balı silinən şirkətlər düzdür, əziyyət olsa da, yorsa da, amma yenə deyirəm, mən heç vaxtı şükürlər olsun Allaha heç bir şirkətdə batırmışam sözünü işlətməmişəm. Çünki ağıllıcasına belə deyim, məhsullardan istifadə edib endirimlərdən və Pilosda məhsulların bonuslarından çevrilərək, maaşa çevrilərək maaşımdan istifadə etmişəm. Kimlər istəsə bu şirkətə qeydiyyat olmaq üçün həqiqətən uyğun bir vaxtdır. Çünki dediyim kimi 2 aydır Azərbaycanda yeni qurulan bir şirkət, artıq mən 1 aydır orada qeydiyyatdayam. Düşünün ki, yeni şirkətin ilk liderləri olacaqsınız.